Onlayn alış-veriş zamanı istehlakçı hüquqlarından danışırıq. Zahar bəy, onlayn mağazadan alınan məhsul göstərilən keyfiyyətdə olmazsa, alıcı onu geri qaytara bilərmi? İstehlakçılar haqqında Azərbaycan Respublikasının qanununa görə toptan və parakəndə satışlarda olduğu kimi onlayn qaydada da müxtəlif sosial şəbəkə veb saytları üzərindən əldə olunmuş məhsullarda onların satış keyfiyyətinə, malın satış vidinə və s. xələl gətirmədən 14 gün ərzində geri qaytarıla bilər. Əgər satıcı pulu geri qaytarmaqdan imtina edərsə, alıcı hansı hüquq addımlar ata bilər? Təəssüf ki, əksər hallarda satıcılar malı geri qaytarmadan, pulu da geri ödəməkdən imtina edirlər. Deyə ehtimal ki, bu onların hüquqlarını bilməməsindən irəli gəlir ki, bizim qayəmizdə məhz hüququ maarifləndirmədir. Bu halda alıcı, yəni istehlakçı qanun tələblərinə müvafiq olaraq həm də Sərdiyyət Nazirliyinin Anti-İnsaf şöbəsinə müraciət edə bilər, həm də iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət edə bilər. Bu zaman o yalnız malı qaytarıb pulunu geri almaqla deyil, ona dəyiniş, digər maddi zərəri də geri tələb etmək hüququna malikdir. Və sosial şəbəkə üzərindən satış edən şəxslər qanun qarşısında hansı məsuliyyəti daşıyırlar? Bildiyimiz kimi, ənənəvi ticarətdə olduğu kimi də sosial şəbəkə üzərindən ticarətlə məşğul olan, gəlir əldə edən şəxslər həm vergi ödəyicisi kimi müvafiq qaydada qeydiyyatdan keçməyə məcburdular, həm də bu əgər lisenziya tələb edən fəaliyyət növü üzrə lisenziya almalıdırlar ki, bu fəaliyyət növü ilə məşğul olsunlar. Əgər onlar qanunvericiliyin tələbini pozurlarsa, yenə də inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Təşəkkür edirəm Zahar bəy, çox sağ olun suallarımızı cavablandırdığınız üçün. Dəyərli izləyicilərimiz, əgər sizin də hüquqi suallarınız varsa və ya hər hansı hüquqi probleminiz varsa, 070 222 91 39 nömrəsinə yaza bilərsiniz. Mövzu ilə bağlı fikirlərinizi videonun rəy bölməsində yazın.